yığmışam Ağdaş rayon Ləki qəsəbəsinin icra nümayəndəsinə. Adımı eşidir, dəstəyi yerə qoyur. Mən yad planetli deyiləm. Bugün hansısa məmura zəng eləyirəmsə, bu demək deyil ki, mən onu tarelkama mindirəcəm və onu göyə qaldıracam və təklif eləyəcəm. Marsda qalmaq istəyirsən, yoxsa Yupiterdə qalmaq istəyirsən? Mənim sizə jurnalist olaraq bircə verəcəyim sual bundan ibarət ola bilər. Kəndinizdə filan problem var, qarşı tərəf kimi mövqeyinizi bilmək istəyirəm. Adımı eşidən kimi telefonu bağlayırlar. Valla mən hələ heç kəsi indiyə qədər yeməmişəm. Adam yeyən deyiləm də mən sonuçda. Nə bilim, nədən çəkinirsiniz, nədən ehtiyat edirsinizsə. Mən onu bilmirəm, Firdovsi bəy. Amma bilirəm ki, bu çıxışımdan sonra bizə geri dönüş eləyəcək, ondan sonra heç bir mənası yoxdur. Şəxsən öz adıma deyirəm, artıq verdiyiniz heç bir açıqlama aparıcı olaraq zərrə qədər mənə maraqlandırmır. Kimə istəsəz açıqlamanızı verərsiniz, ondan sonra da təqdim eləyərlər. İnsana o qədər hörmətsizlik eləmək olmaz. Səidə xanım, mən sizin suallarınızı cavablandıra bilmərəm, çox üzr istəyirəm desəydiniz, mənim sizə hörmətim 1-ə 10 artardı ki, insan istəmir. Və yaxud da deyir ki, birdən elə açıqlama verərəm ki, o düz olmaz, sonra daha böyük problemə səbəb olar. Amma adamın adını eşidib dəstəyi yerinə qoymaq, az qala 18 saat ərzində mesajı görməmək, belə şey yoxdur. Çünki əksəriyyətiniz elə WhatsAppda oturursunuz az qala.